Bayram günlərdir və bu günlərdə paytaxtdakı parklarda bir sakitlik hökm sürür. Sanki hər kəs Bakımızı tək qoyub, gedib rayonlara dincəlməyə, istirahət etməyə. Qeyd edim ki, biz hazırda şəhərin mərkəzindəki Zabitlər bağındayıq. Bu günlərdə insan üzünə həsrət qalan digər park İzmir parkıdır. Bəli, bu parkda da kimisə görə bilmədik. Amma əslində hər şey düşündüyümüz kimi deyil. Bu aralar şəhərdə də kifayət qədər insan var və bütün avtomobillərin, insanların istiqaməti şəhərin tam mərkəzinədir.